Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib. Nazirlər Kabinetinin əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasında etdiyi dəyişikliyə əsasən, əmək pensiyasının yenidən hesablanması işləyən əmək pensiyasının fərdi şəxsi hesabının sığorta hissəsində müraciət tarixinə toplanmış pensiya kapitalına əsasən həmin tarixdən, işləməyən əmək pensiyasına münasibətdə isə şəxsin işləməyən əmək pensiyası kateqoriyasına keçdiyi gündən, lakin müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə həyata keçiriləcək. Qulluq stajına görə əmək pensiyasına əlavələri 50% həcmində ödənilən və ya dayandırılmış şəxslərin işdən azad olunması ilə əlaqədar onların əmək pensiyasının əmək haqqı dövlət məvacibə əsasında yenidən hesablanması arayışa əsasən həyata keçiriləcək. Yuxarıda qeyd edilənlərə əsasən yenidən hesablanmış pensiya məbləğinin ən yüksəyi ödəniləcək.